Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Allah bizi dünya ve ahirette Muhammed Ali Muhammed'den kenara salmasın. Peygamberin, Ehl-i Beyt'in, Eyyime-i Masumin aleyhimusselamın ziyaretini dünyada ve ahirette şefaatini hamımıza nasip ve kısmet eylesin. Geçen cələsələrdə söhbətimiz gəlib buraya çatdı ki, Peyğəmbərimiz 6 yaşında bir vəziyyətdə idi ki, nə atası var idi, nə anası. Ki, dünyaya gəlməmişdən qabaq atası Abdullah'ını əldən vermişdi, yetim olmuşdu və elə ki 6 yaşına çatdı, 6 yaşında da anası Aminəni Mədinədən o səfərdən qaydəndə Əbva çölündə anası da dünyadan getdi. Həzrəti Muhammədi o anasının həmsəfərləri gətirib Cəddi Buzurgivarının yəni Əbdülmutəllibə təhvil verdilər. Əbdülmutəllib də Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin məsuliyyətini, kifalətini, qorumağını, onu becərməyini öz öhdəsinə aldı və ta diriydi Həzrəti Muhammeddən himayət elədi, ona xidmət elədi. Onu həmişə öz məhəbbət qanatlarının altında qərar verib, demək olar, öz ailəsindən, öz balalarından və uşaqlarından artıq balası Abdullah'ın yadigarı Muhammedə diqqət edirdi. Gecə, günüz həmişə öz yanında saxlırdı, yedirdirdi, içirdirdi, yatırdırdı və həmişə diqqəti bu uşağa idi. Belə fikirlirdi ki, bu bir dənə əmanətdir mənim əlimdə ki, atasını əldən verib, anasını əldən verib, yetimdir, lətimdir, mənim ixtiyarımdadır. Pəs mənim məsuliyyətim var, bu uşağı böyüdəm, becərəm və haqqını əda edəyəm. Ta yavaş-yavaş Həzrəti Muhammed gəlir 8 yaşına çatır. Yaşı olur 8. Əslən demək olar, dünyanın təbiəti budur. Bir gün insanın atasını əlindən alır, bir gün insanın anasını əlindən alır. Mümkündür bir ayrı gün, bir ayrı vaxt insanın qardaşını, bacısını, böyük babasını və yaxud ayrı bir yaxın şəxsilərini əlindən alır və insan birdən görür ki, tək qalıb bütün qovm əqrəba dünyadan gedib və mümkündür yavaş-yavaş da insanın özünə növbət yetişə və insan özü öz həyatını dəyişə. Hər halda hələ o böyük bir musibətlər, yəni atanın dünyadan getməsi və ondan sonra xüsusən anası Aminənin dünyadan getməsinin o sözü, söhbəti bunun ürəyində idi, zehnində idi, fikrində idi ki, mən yetim bir uşağam, bu kiçiklikdə nə atam var, nə anam var. 8 yaşında 3-cü böyük bir musibət Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmə 8 yaşında üz verdi. Yəni nə mənə? Yəni bu iki 8 yaşında gəlib böyük xidmətguzarını, məhəbbət eləyənini, qoruyanını, sahibini əldən verdi. Kimi? Yəni Əbdülmutəllib ki, indi bu uşağın hər cəhətdən pənahgahıdır, onun ümididir, onu da əldən verdi. Elə ki, böyük babasını ki, çox mehriban idi Həzrəti Muhammədə, çoxlu məhəbbət elirdi, öz uşaqlarından artıq istəyirdi. Elə ki, bu böyük hadisə ilə müvacih oldu.
çoxlu özünü musibət içində gördü və bu musibətin qarşısında çox ağlayırdı, narahatçılıq eləyirdi və heç vaxt onun o mühabbətləri yaddan çıxmırdı. Demək olar, ata və anadan artıq ona mühabbət elirdi. İnsan aşıq-ı mühabbətdir, insan əlaqəmənd-i mühabbətdir, insan həmişə mühabbəti sevər. Deyərlər, az mühabbət xarha qul mi şəvəd. İnsan doğrudan da həyatında düşməninə də mühabbət eləsə, düşmən yola gələr, islah olar. İnsan mühabbət eləsə, görərsən o gülün bayırında, kənarında olan tikanlar da insanın qarşısında təslim olar, insana əziyyət eləməz. Mühabbət yaxşı bir zatdır ki, insan həyatında doğrudan da öz yoldaşına, balasına, qohumuna, dostuna, qonşusuna əlindən gəldikcə mühabbət eləyə. Mühabbət şirin bir əşyadır, şirin bir vəsilədir ki, yaddan çıxmaz. Hər halda Abdülmutallib ki, Həzrəti Muhammedin qorumağını, becərməyini öhdəsini almışdı, dünyadan getməmişdən qabaq Həzrəti Muhammedin kifalətini, məsuliyyətini, becərməsini tapşırdı öz oğlu Əbu Talibə. Bir ayrı ibarətlə deyəğim bilənçi ki, tapşırdı Həzrəti Muhammedin əmisinə. Əbu Talib öz növbəsində o zaman, o da böyük bir şəxsiyyət idi. Adlı, sanını tanınmış bir şəxsiyyət. Böyük bir şəxsiyyətin oğlu, Abdülmutallib kimi bir insanın oğlu. Əbu Talib gəlib bu məsuliyyəti qəbul elədi. Atası Abdülmutallibin səsinə ləbbeyk dedi. Olsun əmican, mən bu məsuliyyəti qəbul elərəm. Neçə ki canımda can var və həyatda yaşayıram, mən bu məsuliyyəti qəbul edib və bu uşağı saxlayaram, becərərəm, böyüdərəm və camiəyə təhvil verərəm. Əbu Talibin çoxlu uşağı var idi, ailəsi çox idi. Mali cəhətdən ta hududi zəif idi və çoxlu malı, dövləti, pulu yox idi. Amma dediyim kimi çox hürmətli, möhtərəm bir şəxs idi Qureyşin içində. Qureyş ona çox hörmət gözü ilə baxırdılar. Ona görə də Əbu Talib öz növbəsində böyük bir insandır. Bu böyük bir insan bu məsuliyyəti qəbul edib, elə ki bu məsuliyyəti qəbul elədi, elə o da öz atası Abdülmutallib kimin öz uşaqlarından artıq bu uşağa diqqət edirdi, bu uşağa fikir verirdi. Bunun tərbiyyətində, bunun yeməsində, içməsində və ayrı cihatdan da, hər cəhətdən buna diqqət edirdi və bunu becərirdi. Ta yavaş-yavaş Həzrəti Muhammed gəlib sinni buluğa çatdı. Yəni 14-15-ci yaşasan çatdı. Həzrəti Əbu Talib ta 25 yaşına qədər, yəni Həzrəti Muhammed ki 25 yaşına çatmışdı, 25 yaşına qədər Həzrəti Muhammed Əbu Talibin evində idi. Ta o vaxtasan ki Həzrəti Xədicə salamullah aleyha ilə izdivac elədi, o vaxtasan əmisi Əbu Talibin evində idi. Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Əbu Talibin evinə gedəndən sonra 2 dəfə gözəl bir səfərə gedib və bərəkətli səfər, təcrübəli bir səfər, gözəl bir səfər demək olar sayılır Həzrəti Muhammedə o səfərlər. O zaman rəsm idi ki, keçənlərdə də işarə elədim, ərəblər ildə 1 dəfə, 2 dəfə hazırlaşırdılar bir qrupda,
dururdular Məkkədən Mədinəyə sarı və xüsusən Şama sarı gedirdilər ticarətə, səfərə ticari mal aparırdılar satmağa və o yöndən mal alırdılar, gətirdilər Məkkədə satmağa ta imrarı maaş eləyələr, maaş elə gətirələr. İldə bir dəfən ki bu səfər başlanırdı və Əbu Talib də hər il bu səfərdə iştirak elərdi. İndi gəlib o tarix çatdı. Əbu Talib özünü hazırlayıb ki bu səfər ticariyə bu ildə də şirkət eləyə. Amma o tərəfdən görür Həzrəti Muhammedin məsuliyyəti bunun öhdəsinə qoyulubdur. İndi Həzrəti Muhammedi kimə tapşırsın, kimə təhvil versin və bu müddətdə səfərə getsin. O yandan Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm ki hududu 14-15 yaşındaydı, gördü ki əmisi hazırlaşıbdı səfəri ticariyə getməyə, xahiş elədi, təmənna elədi, istədi ki əmi xahiş edirəm məni də özündən bu səfərə aparcıran, mən burada tək qalmayayım, mən istəmirəm səndən uzaq düşəm, istəyirəm mən də sənin kənarında olam, bəzi bir yerləri görəm, bəzi bir zatları öyrəşəm, öyrənəm. Oydu ki Əbu Talibin ürəyindən gəlmədi ki Muhammedi Məkkədə başına qoyub və tək gedə. Hər halda Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmi bu səfərdə özü ilə apardı. Karvan hərəkət elədi, getdilər. Çıxıb uzaq yollarda görürsən, bəzi vaxt bir yerdə otururlar, oturaq eləyirlər, bir istirahat eləyirlər, sonra karvan yenə hərəkət eləyir. Yetişmişlər bir dənə bir yerə, istirahat üçün orada oturaq elədilər, oturdular, gördülər ki, bəli, orada bir sövməə var, bir ibadətgah vardı. O ibadətgahda bir dənə Məsihi rahibi, alimi, və qolu məruf abidi, oturup da orada ibadete məşğuldur. O qismət, o sövmə bu Məsihi rahibinin, abidinin ibadətgahıdır. Öz sövməsində oturmuşdu, gördü bir karvan gəldi, karvan orada əyləşdi, oturdu, istirahətə məşğul idi. Bu Məsihi rahibinin gözü sataşdı bu karvandakı gözəl o uşağa. Yəni Həzrəti Muhammedə ki 14-15 yaşındaydı. Gördü çox nurani, gözəl bir uşaq. Soruşdu ki bu uşaq kimin uşağıdır? Karvandan cavab verdilər ki bu uşaq Əbu Talibin uşağıdır. Əbu Talib dedi ki bəli, bu uşağın məsuliyyəti mənləndir, amma həqiqətdə bu mənim qardaşımın uşağıdır. Bu mənim qardaşımın uşağıdır. Qardaşım Abdullah'ın. O rahibin Məsihinin adı Buheyra idi. Buheyra. Buheyra gördü ki bu uşaq adi bir uşaqlara bənzəmir. Bunun üzündən nur yağır. Əslən bunun çehrəsi, üzü nurani bir üzü. Bunun böyük gələcəyindən xəbər verir. İttifaqən orada bu rahibi Məsihi çox yaxşı diqqət elədi, yaxşı təvəccüh elədi bunun işləyə. O gözəl bir əlamətləri ki, peyğəmbərçilik əlaməti idi və demək olar o rahib İncildə və kitabhay asmanidə o əlamətləri görmüşdü axirüzzəman peyğəmbərin haqqında. Görür ki, bəli, o bəzi əlamətlərdən bu uşağın vücudunda vardı. Əbu Talibə deyir, Əbu Talib, bu uşağı qoru günən, bu uşağı qorumaq lazımdır. Bu həman peyğəmbərin mövuddur ki, göydən gələn kitablar, yəni İncil, o cür bir peyğəmbərin gəlməsindən bizə xəbər verib. Mənə belə gəlir ki, hiss edirəm bu uşaq elə həman peyğəmbər ola. Bu o peyğəmbər olacaqdır ki, onun dini cihani idi.
bütün dünyanı tutup alacaqdır. Sənə lazımdır ki, bu uşağı Yevrilərin və Yəhudilərin gözündən qoruyasan ki, əgər bu Yəhudilər bilsələr bu həman uşaqdır, bu Peyğəmbəri mövuddur, buna sədmə yetirərlər, xətər yetirərlər və bunu aradan apararlar, bunu öldürərlər. Oydu ki, buradaydı Əbu Talib ehsası xətər elədi və bəzi bir rivayətlərdə vardı, tarix yazanlar deyirlər ki, elə Əbu Talib oradan bu səfərə ticaridən daha münsərif oldu ki, mümkündür əgər səfərə idamə versə, gedə başqa bir yerdə bu uşağa xətər yetişə. Bəziləri nəql edirlər ki, elə oradan bu səfərə ticaridən münsərif olub, Muhammedin əlindən yapışıb Məkkəyə qayıtdı. Amma Hazreti Muhammed sallallahu aleyhi ve aleyhi ve sellemin bu cavanlıq devranı nə cür başa çatdı? Əgər bir nəfər insan istəyər camiədə böyük bir məsuliyyəti, böyük bir vəzifəni qəbul eləyə, ona lazımdır ki, səbirli ola, qudrətli ola, şuca ola, qorxmayan ola. Çün illət. Əgər bir nəfər şəxsi ki, böyük məsuliyyəti qəbul eləyir, çoxlu cəmaətin rəhbərliyini öz öhdəsinə alır, əgər qorxulu bir insan ola, zəif bir insan ola, səbirsiz bir insan ola, belənçi bir insan eləyə bilməz xalqı, camiəni hidayət eləyə. Eləyə bilməz cəmaətə yol göstərə. Eləyə bilməz o cür bir cəmaəti idarə eləyə. Pəs dediyim sifətlər gərək biləsində ola. İslam Peyğəmbəri demək olar, elə həm uşaqlıq devranında və həm cavanlıq devranında və həm Peyğəmbərçilikdən qabaq və həm Peyğəmbərçilikdən sonra böyük qudrət sahibi idi. Yəni qudrət o, quvvət o, şücaət elə Peyğəmbərçiliyə çatmamışdan qabaq cavanlıq devranında da görsənirdi onun vücudunda və ha belə Peyğəmbərçiliyə çatandan da sonra Peyğəmbərimiz Həzrəti Muhammed elə cavanlıq zamanında da çox böyük şücaətə, qudrətə malik idi və hətta onun 15 yaşı var idi bəzi müharibələrdə Həvazən taifəsi ilə ki var idi, iştirak elədi və o cür bir müharibədə əmilərinin kənarında qərar tapmışdı və onlara kömək eləyirdi və onun köməyi ibarət idi bundan ki, onlara ox çatdırırdı. Bu hikayət edir Peyğəmbərin şücaətindən, mübarizəsindən və onun səbrindən, dözümündən. Bir insanı ki istəyir Peyğəmbər ola, Allahın istədiyi budur ki, böyük bir insanları, xüsusən bütün Peyğəmbərlərə, Peyğəmbərçilikdən çatmamışdan qabaq, onlara bir məsuliyyət verib, onlara bir iş verib. O iş nədir? Ki, hər Peyğəmbər o işi Peyğəmbərçiliyə çatmamışdan qabaq görüb, o ibarətdir Peyğəmbərin çoban olmağından. Bütün Allahın Peyğəmbərlərinin hamısı bir müddət öz ömrlərindən Peyğəmbərçilikdən qabaq çobanlıqda başa aparıblar, davar otarıblar. Demək olar çöllərdə bir müddət heyvanları tərbiyyət eləyiblər. Heyvanları ki, heç nədən başları çıxmır, heyvandılar. Amma onların otarmağının məsuliyyətini qəbul edib və onları tərbiyyət eləyib. İlləti də budur ki, əgər bir insanı eləyə bilməyə 10 dənə, 100 dənə az, çox heyvanı, davarı, qoyunu otara belənçi bir insanda nə qudrət var ki, ayəndə də, gələcəkdə böyük bir milləti idarə eləyə. Bəs gərək əvvəl özünü bir imtihana çəkər ki, görə eləyə bilir bir 10 dənə
qoyunu, 10 dənə heyvanı, 100 dənə heyvanı, 50 dənə heyvanı idarə eləyək, ya xeyr. Ona görə lazım görürdülər ki, bir müddət heyvan otaralar və öz səbirlərini, dözümlərini orada imtihan eləyələr. Allah təbarək və teala heç peyğəmbəri peyğəmbərçiliğə çatdırmadı, məgər o ki, bir müddət davar otardı, ta o müddətdə eləyə bilə insanları tərbiyyət etməyin yolunu öyrənəm. Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm də buyurur, mən də bir müddət Məkkə cəmaatının heyvanlarını, qoyunlarını, davarlarını qəbul edib və onların heyvanlarını Qərarit çölündə otardım. Amma Peyğəmbərimizin bundan sonraki tarixi nədir? İnşallah ömür baqi olsa gələn cələsələrdə sizi hörmətli eşidənlərin və görənlərin xidmətinə təqdim edərik. Sizi böyük Allaha